Sizə nədən danışım, nədən? Daxili Quldurlar Naziri Vilayət Eyvazov qorxuya düşüb. Bütün polisləri və daxili qoşunları xüsusi təlimlərə cəlb ediblər. Bu təlimlər son vaxtlar demək olar ki, hər həftə keçirilir. Təlimlərdə polislərimiz bilirsiniz nəyi məşq edirlər? Etiraza qalxan insanları necə zərərsizləşdirmək lazımdır. Bu isə o deməkdir ki, İlham Əliyev bu yaxınlarda nəsə ciddi bir hoqqa verəcək və narazı qalan xalqın başını əzəcək. Bir yandan da bütün jurnalistləri içəri basıblar ki, çəkib yayan olmasın. Fikir verin, xalqın üstünə hansı texnikaları gətirəcəklər? Ay Vilayət Eyvazov, sən axı dovşan deyildin. İnan Allaha, xalq ayağa qalxsa bu texnikalarda sizi xilas etməyəcək.